Qubatlının hər kəndində qədim dövrə aid nə isə görəcəksiniz. Bu məbəd də ola bilər, türbə də, mağara da, bulaq da. Hər kəndin də maraqlı tarixi və hekayəsi var. Bu hekayələri öyrəndikcə özünü ötən tarixin zamanında təsəvvür eləyirsən. Keçmiş zaman nə qədər qapansa da, qədim abidələr o qapıları bizə yenidən açır. Sanki keçmiş dövr yenidən canlanır. Qubatlının Bərgüşad silsiləsinin yamacında yerləşən Gürcülü kəndi də tarixi, təbiəti və abidələri ilə sizə çox şey danışa bilər. Kəndin ərazisində qədim bir türbə var. Yerli sakinlər ona Gürcülü türbəsi deyirlər. 17-18-ci əsrə aiddir. Üstündə daş kitabə yoxdur. Amma tədqiqatçılar məhz onun memarlıq üslubuna görə bu əsrlərə aid edirlər. Onu da qeyd edeyim ki, 8 Gürcəli türbələr arasında Azərbaycanda öz unikallığı ilə seçilir. Qəbrüstü bu abidə Azərbaycan memarlığının maraqlı nümunələrindən biri sayılır. O, Azərbaycanın qədim türbə ənənələrini özündə əks etdirir. Türbənin hündür yerdə yaşıllıqlar içərisində olması və əzəmətli dağlarla əhatələnməsi ona olan diqqəti biraz da artırır. Türbə bir sıra tarixi və təbiət hadisələrinə məruz qalmağına baxmayaraq, günümüzə qədər salamat gəlib çıxa bilib. Gürcülü türbəsinin əsas diqqət çəkən xüsusiyyəti onun memarlıq kütləsindən çadır formalı dam örtüyünə keçid hissəsidir. Memarın çadıra keçid karnizinə tamamilə müstəqil yanaşması türbəyə maraqlı görünüş bəxş eləyib. Türbənin memarı özündən əvvəlki sənətkarlar tərəfindən yaradılmış memarlıq ənənələrini saxlayaraq, türbənin giriş hissəsini aşağı hündürlüklü qapı formasında inşa edib. Gürcülü təbiət mənzərəsi ilə də öyünən kənddir. O, təbiət gözəlliyinə görə Qubatlının ən mənzərəli kəndlər siyahısına daxildir. Kəndi əhatə edən uca dağlar, yaşıl örpəyə bürünmüş yamaçlar Gürcülünün cazibəsini xüsusilə artırır.